Bəs başa qoymaq Quranı? Quran oxumaq üçündür. Yoxdur elə şey. Yəni dinimizdə yox. Yoxdur elə şey. Quranda yoxdur, Peyğəmbərin hədisdə yoxdur. Peyğəmbərimizdən sonra onu heç kim eləməyib. Salam aleyküm, rahmetullah barakatuhu. Rafizdə şübhə gətirirlər ki, Muaviyə radiyallahu anh, Əli radiyallahu anh ilə döyüşdə Quranın səhifələrini nizəyə saxmışlar. Bu şübhə barəsində nə deyə bilərdiniz? Burada nə şübhə var ki? Bu Əl-Harbu xida. Peyğəmbər sallallahu aleyhi ve sellem buyuruyor ki, döyüş hilədir. Allatmaq var döyüşdə. Muaviyə radiyallahu anh Quranı təhqir eləmədi ki, sadəcə vərəqləri götürdü, nizələr qoydu, getdi qabağı. Bir dənə diyan dəliydim, diyan görün, nə danışır bu? Muaviyə radiyallahu anh Quranı təhqir eləmədi ki, sadəcə vərəqləri götürdü, nizələr qoydu, getdi qabağı. Onda bu bir döyüş taktikası idi. Döyüş üslubu. Onda Əlinin qoşunu dayandı. Bu bir hərbi bir addım idi. Barışıqdır. Hərbi addım idi. Vəssalam, burada nə var ki? Vəssalam, burada nə var ki? Sonra əlhamdülillah sülhə getdilər. Vəssalam. Muaviyə olmaz dil uzatmaq. Olmaz sahabedir.